İnsan dua üçün Allahın dərgahına əlini qaldırırsa, bunu bilin ki, heç zaman əli boş qayıtmır. Heç zaman. Dua üçün uzalan əl, dua üçün qalxan əl, əli boş qayıda bilməz heç zaman. Ya eyni ilə istədiyini Allah verir, ya istədiyi məsləhətinə deyil, Allah ondan xeyirlisini verir. Əl qalxdısa Allahın dərgahına, bunu bilin ki, əvəzsiz qayıtmır. Ya istədiyini verir, ya ondan daha faydalısını verir, ya əvəzində hikmət verir, nəsə verir. Mümkün deyil dua rədd olunsun, mümkün deyil. Ud'uni əstəcib ləkum. Allah dərgahına əl uzandısa, əl boş qayıtmayacaq. Dua Allah üçün ən sevimli əməldir, dünən də dedim. Və duanın qəbul olması üçün əsas şərtlərdən biri bilirsiniz nədir? Allahın qüdrətinə etiqad bəsləmək. Allahın qüdrətinə inanmaq.